müharibə başlayıb, nəbatət bağındayam. Hava yaman soyuqdur, özüm də biraz xəstə. Heyif evdən çıxanda papaq da qoymamışam. Anam elə bilir ki, ölüm ayağındayam. Müharibə başlayıb, nəbatət bağındayam. Mən səni gözləyirəm. Eləcə dayanmışam, Eldar şamının altında. Görəyə adam adında ağaclar var həyatda. Ağacların üstündə yıxılan balacalar böyüyüb igid olur. Mən səni gözləyirəm. İlla amma bəlkə də bu ağacın adaşı Şuşada şəhid olur. Mən səni gözləyirəm. Gəlsin soruşma məndən. Vətən sənin üçün nədir? Bax indi dediklərim hamısı bəhanədir. Anamın olduğu yer, atamın yatdığı yer. Bir də sən hardasansa, ora mənə vətəndir. Mən atamı bilirəm, ölüm bədahətən. Cəfər müəllim evə yaxınlaşır. Natiq pəncərədən onu görür. Sən kimsən? Yaxın gəlmə. Mən qocandan Cəfər müəlliməm. Sən sizə də soruşma. Otaq çox qaranlıqdır. İçəridə Natiqdən başqa heç kəs yoxdur. Natiqin rəngi hissdən qapqaradır. Cəfər müəllim. Onlar elə bir kiçik olsun. Necə gündür buradasan? Dostlarım şəhid olmuşlar. 5 gündür keçmişlər. Niyə çıxıb gedirsən? Axı başlarına da görüşə bilərsən. Bayram necə olacaq? Sonuna qədər görüşəcəyəm. Biz 22 nəfər. Əgər sən təslim olmazsan, biz gülləyəcəklər. Yox, onlara icazə verənlərə razı ola bilmərəm. Qoy mən. Qoy məni güllələsinlər. Natiq bayrağı götürüb sinəsinə sıxır. Sonra başının üzərinə qaldırıb düşmənə tərəf gedir.